Xeyirəm, yol gəlirəm. Uşaqlar hələ də yatır. Bir əllə çəkmək çətindir, həm kalaska sürürəm. Ayanın masajının vaxtıdır, dil masajına gedir. İki uşaqla ayağını aparıram masajına. Keçsin. Hər yerdə hər şey çatdırmağa çalışıram. Günüm belə hərəkətli keçir. Belə. Ayağım masajdan çıxandan sonra o birisi uşaqlar çıxacaq. Ayrışanın İsmail Lətifdən. Onları da götürüb evə gedəcəm. Amma evə getmədən öncə babamın yanına girməliyim mağazinə. Gül mağazini işlədirlər ikisi də, mamam da, babam da. Onların gül işlərindən mən məşğul oluram. Şəkillərdə, videolarda çəkib paylaşmağı. Gedib onları dedikdən sonra oradan da evə. Bu arada Ayanın müalicəsindən, danışmağınla maraqlananlar, sual verənlər, şükür Ayanda irəliləyiş var, danışmağı var, amma tam sərbəst bizi kimi hələ də cümlə qoşmur. 14 yaşını tamamladı. Fikrim Allahın köməkliyi ilə burada PT'də bir klinika tapmışam. 15 mindir bir seansı, uşaq dərindən başdan ayağa yoxlanılmalıdır. Bunu 2 ildən bir edirəm. Çünki uşağın beynin işləməyinə baxırlar, beyindən siqnal necə gedir. Hər şey yaxşı idi, 2 il keçirsindən təkrar getməliyəm, yazılmalıyam, növbə çoxdur. Öncədən yazılmalısan. Amma fikrim Azərbaycana gətirib, o da dəqiq bilmirəm nə vaxt, biraz məhləni düzəldək, Allahın köməkliyi ilə. Fikrim Azərbaycanda gəlib, orada Bakıda həkim tapmışam. Orada müalicə elətdirməkdir, amma gəlmişkən 4-5 ay uşaq orada qalmalıdır, bəlkə də 6 ay. Lazım olar 1 il qalaram. Dişbə müalicəsinin xeyri düşsün. Belə. Yəni həkimlər hamısı qol çəkiblər ki, uşağı danışdıracaqlar. Deyirlər ki, elə uşaqlar var ki, heç bir şey cümlə qoşmurlar 14 yaşında. 5 aya uşağın dilini açırlar. Amma Ayan maşallah çox şey deyir, nə deyirsən təkrarlayır. Hər şey qanır, hər şey başa düşür. Amma bəzi şeylər var ki, onu mən yox, yalnız bilikli insanlar müalicə etməlidirlər, öyrətməlidirlər. Azərbaycancada, Ruscada Ayan tam sərbəst bilir. Yəni hər şey başa düşür, hər şey danışır, deyir. El olur ki, Rusca, Azərbaycan kimi, mənim kimi ikisini də bir arada deyir. Belə irəliləyiş var, görək Allahın köməkliyi ilə. Bir il içində təmiz üstünə düşəcəm. Çünki çox arxeyin buraxdım. Həkimlər o da məni arxeyin saldılar ki, uşaq hər şey başa düşür, uşaq hər şey eşidir, uşaq hər şey qanır. Problem məndədir. Çünki bütün uşaqlar hamısı eyni